Turan Tovuzun baş məşqçisi Qurbanberdiyev nə Azərbaycan mətbuatını oxuyur, nə də Rusiya mətbuatını. Bunu özü deyir. Onun fikrincə əsas öz işini görməkdir və o da çalışır ki, işi yaxşı görsün. Düz eləyirsiniz. Əlbəttə. Onsuz da mətbuatı oxudunuz, oxumadınız, sizə çatdıracaqlar bizim fikirləri. Əsas odur ki, siz unutmayasınız, sizi bura niyə gətiriblər. Tovuzun keçmiş futbol şöhrətini qaytarmağa, ölkənin ən güclü klublarından biri olmaq üçün, infrastrukturu bərpa etmək üçün. Siz gedəndən sonra güclü Azərbaycan mütəxəssisləri qalmalıdır. Turan Tovuz güclü komanda kimi yadda qalmalıdır. Komanda dağılmamalıdır. Vaxtilə Tovuz komandası Azərbaycan futbol tarixində Avropa kuboklarında debüt edən komanda olub. İndi də komanda Avropa kuboklarına çıxmalıdır, yadda qalmalıdır. Sizin ən əsas işiniz bundan ibarətdir. Çempion eləyə bilirsiniz, eləyin. Eləyə bilməsiniz də heç olmasa ikinci yeri tutun. Mətbuat isə indi biz həmişə nəsə yazırıq, tənqid eləyirik. Bütün bu tənqidlər sizin xeyrinizədir, komandanın xeyrinədir. İstəyirsiniz oxuyun, istəyirsiniz oxumayın. Amma öz işinizi görün.